Birbaşa sizin sahənizlə bağlı süd vəzi xərçəngindən danışmaq istəyirəm. Süd vəzi xərçəngi nədir və əlamətləri necədir? Mən öncəliklə hər ikinizə təşəkkür eləmək istəyirəm bu mövzuya toxunduğunuza görə. İlk öncə onu vurğulayım ki, ümumiyyətlə dünyada oktyabr ayı süd vəzi xərçənglə mübarizə ayıdır və biz də bu yolda əgər maarifləndirici hər hansısa bir işlərdə köməklik ediriksə, bu bizim üçün böyük uğurdur. Süd vəzi xərçəngi çox qlobal prosesdir. Zaten dünyada ikinci statistik göstəriciyə malik olan bir xəstəlikdir. Amma süd vəzi xərçəngi bizim fikirləşdiyimiz qədər də qorxulu deyil. Təbii ki, vaxtında üstünə düşəriksə, hər bir xəstəliyin müalicəsi olduğu kimi bunun da müalicəsi var. Bu yöndə xəstələrin ilk müraciəti və müayinəsi nə vaxtdan başlamalıdır, nə vaxt bu yola çıxmalıyıq, nə vaxt üstünə düşməliyik ki, biz sonda çətinliklərlə mübarizə aparmış olmayaq. Süd vəzi xərçəngi ümumiyyətlə nədir? Süd vəzi xərçəngi süd vəzinin patoloji törəməsidir, patoloji struktur dəyişikliyidir və süd vəzi xərçənginin çoxsaylı növləri var. Bunlardan da daha çox bu günlərim rastlaşdığımız süd vəzinin duktal karsinomalarıdır. Çox təəssüf ki, demək olar ki, yaş bilməyən bir xəstəlik həddinə çatmışdır. Xəyilə xanım, bir şey də qeyd elədiniz ki, artıq cavanlaşıb, artıq məsələn əvvəllər dedilər ki, 50 yaşından sonra xanımlar gedib yoxlanılmalıdır. Bəs indi hansı yaş dövründən başlamalıdır xanımlar yoxlanmağa ki, gələcəkdə bu problemlər olmasın? Ümumiyyətlə süd vəzi müayinəsinə 35 yaşdan sonra bütün xanımlar müraciət etməlidirlər. 35 yaşdan sonraki xanımların müraciəti qayda ilə aparılır. Yəni orada birinci olaraq ultrasəs müayinə mütləqdir. İlk olaraq 35 yaşdan yuxarı xanımların müayinəsi aparılır, ultrasəs süd vəzi. 35 yaşdan 40 yaş arasındakı xanımlarda genetik risk faktorunu nəzərə alaraq və eyni zamanda əgər ultrasəs üzərindən hər hansı bir ciddi patologiya aşkarlanarsa, bu zaman məcburi şəkildə bir mammoqrafiya çəkdiririk və yaxud da süd vəzi toxuma strukturuna əsasən biz oradan bir MRT istəyirik. 40 yaşından sonraki xanımların isə hər birində ilkin müayinə mammoqrafiya sayılır. Birinci mammoqrafiya. Bəli, ilk olaraq mammoqrafik müayinə, sonra isə ultrasəs müayinə bizə yetərlidir. Lakin bəzi hallarda biz artıq bilirik ki, süd vəzinin MRT müayinəsi də aktualdır. Bəzi istisna hallar var ki, o da süd vəzi toxumalarına istinadən qərara gəlinir ki, bu xəstələrdə mütləq şəkildə ildə bir dəfə və yaxud da 2 ildən bir MRT müayinəsini çəkdirməlidir.